Dovşan məsələsinə gələndə sizin dediyiniz iclasda mən də var idi. Bu iclas orfoepiya normaları yenicə təsdiqləndi ki, o normaların 80%-ni indi mənə versəz, mən onu belə bükərəm, 80%-i atarım və ya mənə qələm versəz, 80%-in üstündən xətt çəkərəm. Sizə bəzi nümunələr deyəcəm. Düşünürəm ki, siz də mənə qoşulacaqsınız bu fikirdə. Dostlar salamlar. Söhbətgahı dinləyirsiniz və izləyirsiniz və bugün biz yenə də Azərsunun dəstəyi ilə Azərbaycan dili ilə bağlı olan buraxılışlarımıza davam etdiririk. Azərsun 30-dan çox istehsal müəssisəsi ilə fəaliyyət göstərən və dünyanın 40-dan çox ölkəsində Made in Azərbaycan şüarını təbliğ edən bir şirkətdir və bu ildə Azərbaycan dilinin məsələsinə böyük belə deyək, qruplardan, xalqın içindən belə bir diqqət var və biz də birlikdə qonaqlarımızla, söhbətlərlə Azərbaycan dilinə, onun problemlərinə, necə daha geniş vüsət ala biləcəyimizlə bağlı söhbətlər edirik. Bu arada Azərsun həm də Qarabağ Futbol Klubunun rəsmi dəstəkçisidir. Əlavə olaraq onu qeyd edək ki, Azərsun Holding davamlı olaraq sosial layihələrə həm işçilər, həm də rəhbərlik səviyyəsində diqqət ayırır və onlara da təşəkkür edirik ki, Azərbaycan dilini belə diqqətlərindən kənara qoymadılar. Amma həm də Azərbaycan dilini diqqətindən kənarda qoymayan bir şəxs də qonağımızdır. Filologiya üzrə fəlsəfə doktoru Dürdanə xanım, Dilbil Instagram səhifəsi. Xoş gəlmisiniz. Təşəkkür edirəm. Xoş günlərinizə gələk. Azərbaycan dili hara gedir? İstiqamətimiz haradır? Bu barədə müxtəlif fikirlər var. Çox bədbin olanlar da var. Müsbət fikirdə olanlar da var. Mən orta mövqedəyəm. Çünki atılacaq addımlardan çox şey asılıdır. Əgər biz dilimizi lazımi səviyyədə inkişaf elətdirsək, müasirləşdirsək, lüğətlərimizi lazımi sayda artıra bilsək, lüğətlərimizdə əks olunan sözlər müasir dövrün, zamanın sürəti ilə ayaqlaşa bilsə, dilimizin gələcəyi parlaqdır. Lüğət dediniz, mənim çox sevimli bir müəllimim var idi. Ağalar Qut var daha doğrusu indi də. O fəlsəfə müəllimi idi. İndi Almaniyada Azərbaycan dilinin etimologiyası haqqında fəlsəfə ilə bağlı həm araşdırmalar edir, həm də tədris edir. Dil fəlsəfəsi mövzusunda, bu arada YouTube-da da var həmin mühazirəsi, danışırdı ki, fəlsəfənin ümumi 2500 sözü var, anlayışı var fəlsəfəyə xas olan. Azərbaycan dilində cəmi 12 sözümüz var. Yəni 0.5% edir. Saymışam, deməli Azərbaycan dilində fəlsəfi terminlərin içində 12 dənə fəlsəfi termin var. Anlamaq, mən nə bilim, qavrayış, mən nə bilim, 12 dənə. Halbuki 2000-2500 dənə fəlsəfi termin var. Və hesablayanda 0.5% Azərbaycan dilində fəlsəfə dili var. Ona görə də Azərbaycan dilini fəlsəfə absurd bir söz yox. Fəlsəfəyə aid. Bəli, Azərbaycan dilində fəlsəfə öyrənmək olmaz. Bunun əksi iddia edir sizdə Azərbaycan dilinin genişliyi. Bir Azərbaycan dili ilə məsələn Azərbaycan dilinin ilə kompüter mühəndisi olmaq olarmı? Birinci tərəf. İkinci tərəfi lüğət problemi. Mən sözlərin kökünə belə bir marağım var. Azərbaycan dilinin etimologiyası ilə bağlı iki lüğət tapdım. Biri Bəşir Əhmədovundur, biri Anar Kərimovundur. Bəşir Əhmədovun ki satışda var. Anar Kərimovu Prezident kitabxanasından sadəcə əldə etmək olur. Əzələ sözünün kökü sıçovudur da, maus, masıl, bütün dillərdə, rus dilində də və s. Orada yazmışdı ərəb köklü, bilmirəm nə, bitdi. Amma lüğət elə olmur da, lüğətdə bu boyda dastanla aşmaq lazımdır. Lüğət problemi necə həll olunacaq və sualın ikinci tərəfi Azərbaycan dili ilə bir mühəndis olmaq olarmı? 12 söz dediniz. Böyük ehtimalla bu Azərbaycan mənşəli və ya türk mənşəli sözləri nəzərdə tutan bir saydır. Və heç bir dilə
sırf onun özünə məxsus sözləri o dilin özünü təşkil edir konsepsiyasına yanaşmaq doğru deyil. Dünyada elə bir dil tapa bilməzsiniz ki, onun tərkibində yalnız özünə məxsus olan sözlər olsun. Bütün dillər bir-birlərinə söz verir, söz alır. İngilis dili dünyanın ən qlobal dillərindən biridir və onun 80%-dən çoxu alınma sözdür. Ona görə əgər dilimizdə məsələn, ərəb mənşəli sözlər, fars mənşəli sözlər, alman, ingilisin özü deyil, orada hardansa gəlib, latın, yunan və s. mənşəli sözlər varsa, bu dilimizin zəifliyinin göstəricisidirmi? Xeyr. Bütün dillər belədir və monotərkibli dil yoxdur. Ona görə gəlirəm bu birinci məsələ. İkinci məsələyə gəlirəm və düşünürəm ki, fəlsəfəyə aid müxtəlif etimologiya, mənşəyə malik sözlər dilimizdə az deyil. Özümüzünkü sayırıq, saymırıq. Bu məsələyə də yanaşmam belədir. Müasir Azərbaycan dilinin orfoqrafiya lüğəti sonuncu 2021-ci ildə çıxıb, növbətisi bu il çıxacaq. Orada öz əksini tapan bütün sözlər mənşəyindən asılı olmayaraq dilimizə xas olan sözlərdir. Bəli, biz lüğətdən razı ola bilərik, razı olmaya bilərik, nöqsanları ola bilər, qüsursuz heç nə yoxdur. Gah azaldırlar sözləri, gah çoxaldırlar, əvvəlkindən bir çox sözlər çıxardıblar. Mən o sözlərin tərkibinə baxanda yeri gəlmişkən çox böyük təəccüb yarandı məndə. Hətta biraz dəhşətə gəldim. Ondan yox ki, niyə bu qədər söz çıxardıblar? Ondan dəhşətə gəldim. Bu sözləri ora kim salıb? İndi nümunə yadımda deyil, amma absurd dərəcədə lazımsız sözlər var idi 2021-dən öncəki lüğətdə. Onları burada çıxardıblar və siyahı, əvvəl gözəl bir sayt var idi, indi o saytı görmürəm, bilmirəm niyə ləğv eləyiblər. Orada sözü yazırdın, bütün lüğətlərdə çıxırdı o cümlədən, orfoqrafiya lüğətində və obastan. Və 21-də çıxarılmış sözlərin üstündən xətt çəkilirdi, qırmızı rəngdə və o çox gözəl imkan yaradırdı ki, bilək ki, bu söz çıxarılıb. O şəkildə mən bir çox sözləri araşdırdım. Bu təəssürat indiyə qədər mənim ağlımdadır ki, bu sözləri bura kim və hansı ağılla salmışdı. Və gəlirəm o məqama ki, lüğətdə varsa, yenə də deyirəm, razıyıq, razı deyilik, fakti ki, dövlət tərəfindən təsdiqlənmiş sənəd budur. Varsa, deməli dilimizdə bu söz var ki, sizinlə razılaşıram o mənada ki, bugün nəinki mühəndislik, texniki istiqamətdə, hətta mən lap ən müasir elm sahələrini də bir tərəfə qoyuram. Adicə kosmetologiya sahəsində də əksər sözləri lüğətdə tapmaq mümkün deyil. Nə tərcüməsi verilib, nə özü olduğu kimi salınıb. Bu barədə dilimizin müasirləşmə sürəti, dilə daxil olan sözlərin sürəti ilə tərs mütənasib deməyim, amma çox ləngiyir, çox geri qalır. Bunun da obyektiv və subyektiv tərəfləri var. İndi o obyektiv və subyektiv tərəflərinə keçək də. Təxmini 2-3 il bundan qabaq belə bir müzakirə var idi ki, dovşan yoxsa dovşan? Bunun dovşan variantı da var, dovşan da var, dovşan da var, dovşan da var, döyşan da var, davşan da var, tavşan da var. Bəs bunu ədəbilərdə gəlməlidir. Göy xətt ki görürük, bu səs tonu uzun müzakirə gedirdi və niyəsə görə biz dovşandan V hərfini çıxartmaq uğrunda mübarizə aparırdıq. Ondan 2-3 il bundan öncə isə dəqiq xatırlayıram, alğı-satqını alğı-satğı eləmək istəyirdilər. Və bu, hətta mən bununla bağlı efirdə belə müzakirə, niyə görə alğı-satğı? Bu şivədimi deyəcəm səbəbini. Hə, yəni belə bir şey var. Bu dili ləngidən bəlkə də bu cür lüzumsuz müzakirələrdir. Mən dovşan deyirəm, dovşan deyirəm. Bunun dilin ümumi kökünə nə aidiyyatı var ki? Amma biz tərcümə edə bilmirik ki, avtomobildə olan o bardaçok rus dilində olanı gah avtomücrü deyirlər, onun təyinatı əlcək üçün olduğuna görə əlcək qabı deyən var və bu cür məsələləri texniki olaraq
öz dilimizdə uyğunlaşdırsaq, məsələn, ekranı sürüşdürməyə scrolling deyirlər də. Bunu scroll elə desən, ola bilsin ki, bikə xala başa düşməyəcək, amma bu yeni nəsil ki var, Gen Z və ya alfa nəsli var, onlar başa düşəcəklər də. Ekranı scroll etməklə, bu Azərbaycan dilini korlamır axı, əksinə daha da genişləndirir. Başlayıram. Dovşandan başlamayaq, daxıldan başlayaq. Bir layihə var idi və o maşın hissələrinin həm daxili, həm xarici hissələrinin adlarını tərcümə eləyirdi. Mənə müraciət elədilər. Bəli, elə bir lüğət var idi. Avtomobil avtomobilin texniki hissələrinin lüğəti belə. Texniki universitetlə bərabər eləmişlər. Hə, mən onu demirəm, başqa bir layihə idi. Onlar müraciət elədilər ki, o sözləri mən də paylaşım və s. Biraz elədik və mən düşündüm ki, bu təsdiqlənməlidir ki, biz deyək bu sözün əvəzinə bunu demək lazımdır. Nəysə, o bir başqa məsələdir. Onlar təklif eləyirdilər ki, bardaçok daxil olsun. Məncə də pis bir təklif deyildi. Yəni, qısa dildə mövcud olan, funksiya eyni funksiyada örtülü bir məkandır, bir yerdir. Açırsan, qoyursan, bağlayırsan və s. İndi sizə birazdan bir mətn oxuyacağam. Orada podlakotnik sözünün çox gözəl qarşılığı var və bunu işlədən 50-ci illərin yazıcısıdır. Çox məşhurdur, adını da biləcəksiniz. Gəlirəm, deməli, dovşan məsələsi var idi, bir də alğı-satqı. Alğı-satqı. Alğı-satqıdan başlayaq, çünki fərqli istiqamətlərdir. Alğı-satqının kökündə nə durur? Dilimizin orfoqrafiya qaydaları var. Qaydalardan biri deyir ki, feildən, isim düzəldən və feildən sifət düzəldən şəkilçilər var. Bunlar eyni oxşar şəkilçilərdir. Q, ki, gu, kü, g, gi, gu, gü. Bu isim düzəldir. Qın, kin, gun, kün. Bu da sifət düzəldir. Artırılma, sözə artırılma qaydası eynidir. Qayda nədən ibarətdir? Əgər feil kökü kar samitlə bitirsə, qayda odur ki, qın, kin, gun, kün şəkilçisi artırılır. Söhbət 4 variantlı şəkilçidən gedir, amma burada biz üstündə 4 yazılacaq variant deyil bu. Çünki samitlər fərqlidir. Gəlirik, əgər cingiltili samitlə bitirsə, feil. O zamanğın, gin, ğun, gün və qayda belə təsdiqlənibsə, bütün sözlər bu qaydaya uyğun düzəldilməlidir. Bu qaydaya uyğun al, deməli, cingiltili, l cingiltili samitdir və buna ğ artırılmalıdır. Sadəcə olaraq algı artıq qəbul olunubsa və bunu dəyişmək doğrudur, doğru deyil, böyük bir problemə, nə bilim, müzakirəyə başa gələcəksə, biz nə eləməliyik? Qeyd verməliyik. Algı sözü istisnadır, çünki uzun müddətdir ki, bu şəkildə istifadə olunur. Qaydalarda belə bir istisna yoxdur. Algı sözünün də o şəkildə yazılışı azdır. Hamı yenə algı yazır və nəticədə ortada qaydalarda boşluq yaranır. Belə boşluqların sayı az deyil. Qaydanı tətbiq edərkən ortaya çıxan real vəziyyət və bu vəziyyətdə biri belə eləyir, biri belə eləyir, ortada qeyri-müəyyənlik var. Bu da öz növbəsində bu cür dilə olan bir etibarsızlıq düşüncəsini yaradır. Dovşan məsələsinə gələndə sizin dediyiniz iclasda mən də var idi. Bu iclas orfoepiya normaları yenicə təsdiqləndi ki, o normaların 80%-ni indi mənə versəz, mən onu belə bükərəm, 80%-i atarım. Və ya mənə qələm versəz, 80%-in üstündən xətt çəkərəm. Sizə bəzi nümunələr deyəcəm. Düşünürəm ki, siz də mənə qoşulacaqsınız bu fikirdə. Dovşan məsələsinə gələndə, orada məsələnin mahiyyəti bu idi ki, bir qurğu var, o qurğuya sözü əlavə edirlər, qurğu düzgün variantı səsləndirir. Orada belə səsləndi, yəni məsələnin mahiyyətini belə izah elədilər. Və mənim bu barədə fikrim budur ki, əgər orfoepiyada sözlərin düzgün tələffüzündən danışılırsa, bu barədə bir deməli, araşdırma aparılmalıdır. Araşdırma nədir? Bütün bölgələrdən olan
insanların müəyyən bir faizinə o sözü dedirtmək, sonra bunun statistikasını çıxartmaq, yəqin ki, o proqramlar az deyil. O statistikada müəyyənləşdirmək ki, bu sözün Azərbaycan ərazisində tələffüzünün bu variantı üstünlük təşkil edir və ona görə də bu tələffüzü qəbul edə bilərik. Söhbət ayrı-ayrı sözlərdən getmir. Əlbəttə 90 min, 100 min sözü bu şəkildə eləmək olmaz. Amma tələffüzü ilə yazılışı fərqlənən sözlərdən söhbət gedir və qaydalardan. Orfoepiyanın hal-hazırda bir çox qaydaları var. Qaydalardan məndən soruşsaz ki, orfoepiyada hansı qaydalar olmalıdır? Mən deyərəm, 1. Vurğu. Çünki vurğunu insanlar çox böyük səhvlər edərək yanlışlara yol verirlər. 2. Uzun sait. Bizim hələ də elə lüğətimiz yoxdur ki, məsələn, Türkiyə türkçəsində lüğətlərdə sözün üzərində uzun uzatma və bəli. Bizdə o yoxdur. Bizdə hələ də izahlı lüğət cəmi cümlətanı 4 cilddən ibarətdir. Yəni bu sahələr geridə qaldığı üçün bu problemlər yaranır. Orfoepiyada birazdan mən sizə deyəcəm ki, orfoepiya qaydalarına görə biz hansı sözü necə tələffüz eləməliyik? Baxım sizin reaksiyanız nə olacaq? Siz tez-tez videolar paylaşırsınız da, məsələn, sonunculardan biri padnos, sini və s. məsələsi. Dilin funksiyası mənim gedib fikrimi çatdırmaqdır da başqa adama funksiyalarından biri. Biz bu sözü belə deməyək, bu sözü belə deyək deyəndə muzey eksponatına çevirmirik dili. Bu barədə mən fikrimi çatdırmaq istəyirəm də ona. Yəni agility demək istəyirəm. Çünki sistemin adı agile'dır. Vaxtında biznes adamlarımız inkişaf eləyərdilər, öz dilimizi qoyardıq, bütün dünyaya çevik deyərdik. Bu adamlar 100 ildir kapitalizmin içində insanları idarə edə gəliblər, buna öz adlarını qoyublar. İndi biz deyirik ki, agile deməyin, çevik deyin. Bu bizim sözümüzdür. Sualın əvvəlini təkrarlasam. Dilin funksiyasına zidd getmirik belə eləyəndə. Dilin funksiyası baxımından məsələyə yanaşsaq, bəlkə də sizinlə razılaşmaq olar. Amma bu funksiyadan başqa funksiyalar da var. Başqa funksiyalar nədir? Etnik kökləri qorumaq, dilin saflığını qorumaq. Bu barədə prezidentimizin çıxışı oldu və mən bütün danışıqlarımda deyirəm ki, həmən an mən onu öpüb qucaqlamaq istəyirdim. Niyə deyim sizə? Çünki artıq dilçi alimlər də bu fikrə gəlirdilər ki, vəsə çox işlənir, salaq lüğətə. Uje çox işlənir, salaq lüğətə. Bu tendensiya getdikcə güclənirdi. Tendensiya nədən ibarətdir? Məsələn, özbəklər salıblar. Özbəklər əlavə eləyə bilər. Özbək danışanda onun dilinin yarısından çoxu rus dilində səslənir. Sizcə bu yaxşıdır? Məncə yox. Yox, mən demirəm yaxşıdır, amma onlar ediblər. Onlar eləyə bilər. Amma gəlin yapon dilinə baxaq. Onlar eləyirlər? Yox. Bundan onlar geri qalırlar? Yox, hamıdan da irəlidədirlər. Deməli, dildə müasir sözlərin işlənməsi, xalqın irəli getməsi, elmin irəli getməsi anlayışına paraleldirmi? Mən buna şübhə ilə yanaşıram. Bu başqa məsələdir ki, vaxtında anlayış ortalığa çıxanda biz bunu lüğətə daxil etməliyik. Ya olduğu kimi, ya qarşılığını tapmalıyıq və bunları güclü bir şəkildə təbliğ eləməliyik. İstəyiriksə dilimizin tərkibi təmiz qalsın, biz istədiyimiz kimi qalsın. Burada ifrata varmaq olmaz. Yəni, hər şeyi tərcümə eləyir. Real gəlir. Məsələn, mən evdə heç vaxt yoldaşıma deməyəcəm də sinini bir dənə bura ver. Padnos deyəcəm də. İcazə verin soruşum, niyə? Sini ver. Sini padnosdan daha rahat deyil. Mən Təbrizdənəm əslən, biz onsuz da sini deyirik ona. Amma ümumiyyətlə onda niyə köklərinizə zidd çıxırsınız? Mən köklərimə zidd çıxmıram. Sonunda təriflənəcək sual vermək istəmirəm. Provokativ biraz sual vermək istəyirəm də, çünki müzakirə bu formada qurmaq istəyirəm. Axı bu təbiidirmi? Ücü deyəcəyik də biz. Yaxşı. Belə deyim də. Bəlkə Turalın dediyi, üzr istəyirəm, özbəklər bəlkə düz eləyirlər deyirsiniz. Mən belə deyim. Zamanın bu kəsiyi üçün bu çox da qorxulu görünməyə bilər. Amma dil üçün 10 il, 20 il müddət deyil. Dil üçün müddət 100 ildir. Amma dilə daxil olan sözlərin daxil olma sürəti
çox yüksəkdir. Və hal-hazırda gəlin belə götürək. Əslində lüğətə söz daxil etmənin şərti budur, meyarı budur. Meyar nədən ibarətdir? İşləklik səviyyəsi yüksəkdirsə, söz çox işlənirsə, onu lüğətə salırlar. Bu hesabla vse okey filan hamısı salınmalıdır. Uje də lüğətdə uje olmalıdır, bəli. Lakin bu şəkildə gəlin baxaq, bu 60-cı, 70-ci, yəni Sovet dönəmində senzuranın mövcud olduğu, yazı pozunun doğru, düzgün, redaktə ilə ortalığa çıxdığı bir dövrdə olsaydı mən razılaşardım. Hal-hazırda çox böyük qarmaqarışıqlıq və pərakəndəlik var. Hal-hazırda sosial şəbəkələrdən istər nitq, istər yazı bərbad şəkildə, yazının bərbad şəkildə təqdimatı var və bu şəkildə biz aktivləşən sözləri lüğətə salsaq, gəlin düşünək 100 ildən sonra bizim lüğətimizdə, öz dilimizdən onsuz da bugün ərəb alınmaları var deyə gənc nəsil bu nə dildir, oradan oğramışıq, buradan oğramışıq deyib ortalığa düşüblər ki, dilimiz yoxdur da, yəni bizim dilimiz deyilən bir anlayış yoxdur. Halbuki bizim dilimizdə nə qədər çox alınma olsa da, bundan sonrasına baxmaq, mövcud olan alınmaları da yavaş-yavaş tədricən, sərt müdaxilə ilə yox, tədricən alternativ sözləri daxil etmək, məsələn, türk mənşəli sözləri daxil etmək, paralel şəkildə sinonim kimi işlətmək, təbliğatını artırmaq, o qalacaq lüğətdə yenə sinonimik cərgə təşkil eləyəcək. Yeni sözlər əgər oturacaqsa, dilə oturuşacaqsa, dildə qalacaq. Yəni 100 ildən sonra biz daha da xarici əcnəbi sözlərlə yüklənmiş bir dili görməmək üçün bugündən buna tədbir görməliyik. Amma bu tədbir cəza və s. üzərindən yox ki, bəzi insanlar var deyirlər ki, elə cəza tətbiq eləmək lazımdır və s. Bu proses, təbliğat, təşviqat və nümunə üzərindən getməlidir. Amma məsələyə tarixi olaraq yanaşsaq, biz bildiyimiz budur ki, bir Alban dili olub. O Alban dilində bizdə qonaq var idi. Cavid ağa ilə danışırdıq. O bir Alban mətnini oxudu. Bu kanalın nubita hamoçkeal. Hatenke margavenuxene axaykanecey. Hateke muzurenie asamkaney. Hatenke anaune axayganecey. Bir dənə də anlaşılan söz yoxdur burada. Bir qədər erməni dilinin vurğularına bənzər bir dildir. Bəli. Çünki qonşu yaşayıblar, bir-birlərindən nəsə götürüblər. Burada bir faciəvi bir şey yoxdur. Növbəti etapda biz Dədə Qorqudu oxuyuruq. O bizim ilkin kök dilimizdir. Yəqin ki, babalarımız 8-ci, 9-cu əsrdə elə o cür danışıblar. Və biz onu oxuyanda heç başa düşmürük. Bəlkə yakutlar oxusa başa düşər, bəlkə. Sonra keçirik ərəb dövrünə və çox güman ki, biz ərəb sözləri istifadə edirik və böyük ehtimalla ərəbcə danışırıq. Hələ mən ortada farsça danışan və farsça yazan şairləri də qoyuram məsələyə. Sonra gəlir deməli Şah İsmayıl Səfəvilər dövrü. O türkçə bir qədər indi Cənubi Azərbaycan türkçəsinə yaxın bir türkçədir. Bir müddət keçir, sonra Çar Rusiyası gəlir. Biz başlayırıq. Öz dilimiz yenə də altdadır. Onun içərisinə uşqol, naçalnik və digər sözlər daxil olmağa. Sonra gəlir Cümhuriyyət dövrü. Biz Cümhuriyyət dövrünün qəzetlərini oxuyanda Atatürkün dili ilə danışırıq. Atatürkün dilində danışırıq. Heç nə başa düşmək olmur. Hətta bir misal çəkəcəm sizə. Xalq Cümhuriyyətinin parlamentinin stenoqramının Azərbaycan dilində olan hissəsi qısadır, Rus dilində olan hissəsi böyükdür. Ya Azərbaycanlı stenoqram həvəsi olmayıb yazmağa, Rus dilində isə axot olmayıb yazmağa, cümləni birləşdirib, Rus dilində stenoqram yazsa hərfbə hərf yazıb.
Daha sonra Sovet İttifaqı qurulur və bizim indi danışdığımız dil və ünsiyyət Sovetin bizə verdiyidir. O qaydalar, bu cür deyin. Çünki 30-cu, 40-cı illərə qədər olan Azərbaycan dili də heç belə deyildi də. O keçmiş video filmlərə baxsaq, lentlərə baxsaq bunu görərik. Qalan hər bir şey 40-dan sonra yeni Sovet konstitusiyaları qəbul olunmağa başlayanda olur. Sonra gəlir 1956-cı il 21 yoxsa 20 avqust tarixi. Azərbaycan konstitusiyasının 151-ci maddəsinə yazılır ki, Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir. Baxmayaraq ki, ondan qabaq ermənilərdə, gürcülərdə vardı. Bizdə bu daxil olma Sovet İttifaqında aləmi qatır bir-birinə və İmam Mustafayev öz vəzifəsindən uzaqlaşır. Bəli. Və orada bir İmam müəllimin bir sözü var. Mirzə İbrahimovla bərabər eləyirlər bunu bu arada. Orada bir sözü var. Azərbaycan dilini bilməyən şəxs əclafdır, satqındır, o vəzifə tuta bilməz. Və Azərbaycan dilini bilməyən şəxsləri imtahan edirdilər ki, əgər vəzifəyə gəlmək istəsən işini, Azərbaycan dilini bilməlisən. Bütün bunların cəmində biz öz dilimiz uğrunda hardasa mübarizə aparmağa başlamışıq 50-lərdən bu yana. Səhv etmirəmsə artıq Ulu Öndərin vaxtında 70-ci ildə konstitusiyada bu tamamilə möhkəmləndirilir də. Biz axı o deyirik, bu qaydalar belə olmalıdır, bizim dilimiz zənginləşməlidir. Tarixi aspektdən baxanda görürük ki, bu elə Sovet dövründə olub da. Yəni Azərbaycan dilinin yaxşı dövrü Sovet dövrünə düşüb. Ondan qabaqki Azərbaycan dili, türk dili belə ordu dili, komandan dili, şair dili, çünki Şah İsmail Uzun Həsəndən bu yana götürək də, orada yazışmalarda türk dilindən istifadə olunması. O vaxta qədər ərəb, farsça və digər belə döyüş dilində istifadə olunub da. Gözəl. Əlinin həmişə misal çəkdiyi də bozartma, qovurma. Yemək adları belə inkarın içərisindədir. Ay yo, ona mən münasibət verirəm. Ciddi qəbul edirəm. Ona mən münasibət mamam. O zarafatdır. Hə, yəni o Ya. məişət dilində olub, amma Sovet dövründə bunun bir qalxıb bura. Biz necə zənginlikdən danışa bilərik ki, bunun ömrü 80-90 ildir sən demə. Biraz tam sizlə razılaşmayacağam. Başlayaq Albanlardan. Ziya Bünyadovun 7-13-cü əsrlər Azərbaycan kitabında Albanlardan danışılır və bizim bu ərazilərdə yaşayan aborigenlər, bizim köklərimiz, biz düzdür. İndi o məsələyə sonra gələcəm. Onların bir dili olub, əlifbası erməni və gürcü əlifbasına oxşayıb, səslənməsi də təxminən oxşayıb. Sonra onların başına nə gəlib? Bu barədə balaca bir haşiyə çıxım. Ziya Bünyadov bu barədə yazır ki, ərəblər, ərəb istilası olanda hər bir kiçik dövlət daha böyük dövlətlə birləşməyə çalışırdı ki, ərəblərə müqavimət göstərə bilsin. Və erməni dövləti ərəb xilafətinə müraciət yazır ki, Albanlar Bizansla birləşmək istəyir və s. Xilafətdən ordu istəyir, orduya rəhbərlik eləyir, Albanları işğal eləyir, onların bütün əsərlərini erməni əlifbasına köçürdəndən sonra məhv edir və hal-hazırda Alban əlifbasında, Alban dilində heç bir əsər mövcud deyil. O əsərlərin hamısı erməni dilinə çevrilib və ermənicə çap Biraz olunub. konspirologiya oxşayır. Biz axı bilmirik elə olub yoxsa yox. Bu Ziya Bünyadov da onu o dövrü araşdıran alimin əsərinə əsasən yazıb ki, o dövr üçün bütün əsərlər həmin mənbəyə istinad edir. Bildiyimə görə çox insanların, çox alimlərin istinad etdiyi mənbədir və etibarlı mənbə sayılır hər halda. Bu Albanlarla bağlı ki, onların hal-hazırda qalıqları çox azdır. Gəlirik, amma o dövrdən etibarən burada türk mənşəli xalqlar yaşayıb, sonraki dövrlərdə daha da artıb və s. Türk dillərinə gələndə, axı biz heç vaxt özümüz bir dövlət olaraq mövcud sərbəst Azərbaycan dövləti olub İranla birlikdə, İran dövlətinin tərkibində.
bir müddət elə. Sonra ərəblərin işğalı, hər dəfə hansısa hegemon xalqın təsiri altında biz o xalqın sözünü götürmək məcburiyyətində olmuşuq. Ona görə bu sizə təəccüblü gəlməsin və hal-hazırda bizim əslində demokratik respublikanın qurulduğu o 2 il ərzində bütün bunların başlanğıcı qoyulur. Yadınızdadırsa, çox böyük işlər görülür o dövrdə. İlk bizim sərbəst olduğumuz dövr o idi. Biz Gülüstan Türkmənçay müqaviləsindən sonra yenə Rusiyanın tərkibi, İranın tərkibi, bəli Azərbaycan dövləti olub, bəli bunlar hamısı olub, amma biz bilirik Səfəvilər bu İran dövlətinin tərkibində olub. Başında türk mənşəlilər durub Hörmüzdən bu tərəfə. Çünki İran mədəniyyəti avtoritet olub. Bu cür desək. Amma yəni hakim onlar. Hətta Hakim Səlcuqlar belə gələndə türkçə danışmırdılar. Onların danışıq dili fars dili idi. Yazışmaları farsça idi. Çünki mövcud İran dövlətinin üzərinə gəlmişlər və o bütün o logistikadan istifadə edirdilər. tarix boyu da biz bilirik ki, türk dili hər zaman xalq dili hesab olunub. Bu dildə 13-cü əsrə qədər şeir nümunələri yazılı şəkildə biz görmürük. Amma dil güclü olubmu? Bunu biz digər dillərə keçən türk mənşəli sözlərdən biləcəyik. Məsələn, fars dilinə keçən çox qədim türk mənşəli sözlər var. Və bu o dövrə aid sözlərdir ki, biz sözün qədimliyini nədən bilirik? Əgər bir söz özündə bir neçə funksiya daşıyırsa, həm isimdir, həm feildir. Və bu sözü biz başqa xalqın dilində tapırıqsa, bu deməkdir ki, bu da eradan əvvəlki dövrlərə keçib, deməli o dövrlərdə də burada türk mənşəli xalqlar olub. Məsələnin bu biri tərəfi, qrammatika nə zaman olub? Bunun yazısı yox idisə, qrammatikası hardan olaydı ki? Hər zaman hegemon xalqın təsiri altında olan və bu imkan bizə, düzdür, Sovet dönəmində bir çox addımlar atıldı, yazılar yazıldı. Bəs onları kim elədi? Yadınızdadırsa, Türkoloji Qurultayın 100 illiyini keçiririk biz. O qədər türkoloqu yığdılar, Bəkir Çobanzadəni gətirdilər. Ona bütün lüğətlərin başlanğıcı, bir çox alim o dövrdə türkoloq birləşdi və bugünkü lüğətlərin əsasını qoydu. Nəticədə hamısını sonra sürgün elədilər, güllələdilər və s. O dövrdə başlananlar sonra inkişaf etdi və niyə Sovet dönəminin ilk çağlarında Türkoloji Qurultay çağırılırdı, bunlar hamısı olurdu. Bunun da başqa siyasi səbəbləri var. İndi hal-hazırda mövzumuz o deyil. Bəli, o dövrdə bugünkü qrammatikanın əsası qoyuldu. Çünki adda da olsa biz ayrıca bir respublika idik və sərbəstlik bizə onda verilmişdi və indi siz deyəndə ki, niyə biz ingilis sözlərini, Avropa mənşəli sözləri rahat-rahat istifadə etməyək ki, bu tarixçə gözümüzün qabağına gəlsin ki, hər dövrdə bizi məcbur eləyiblər başqa xalqların dilindən sözlər götürməyə. Hal-hazırda bizi məcbur eləyən yoxdursa, mən hesab edirəm ki, biz bundan var gücümüzlə istifadə etməliyik, dilimizin tərkibini saflaşdırmalıyıq. Mən demirəm ki, duraq əllaməlik eləyək, bütün dünyanın qəbul elədiyi sözü biz tərcümə eləyək ermənilər kimi. Yox. Hamı qəbul eləyirsə, biz də qəbul eləyirik. Bu bir beynəlxalq termindirsə, durub təzədən bunu tərcümə eləməyin mənası yoxdur. Amma elə söz var ki, biz bunu oturub düşünməliyik. Filan xalq necə verir, o necə verir, bu necə verir. Yəni, hal-hazırda mövcud təcrübələr var. Məsələn, mənim yadımdadır ki, Sovet dönəmində Qazaxlardan birini də tapa bilməzdik ki, ancaq kəndlərdə yaşayan Qazax dilini bilirdi. Müasir gənclər heç biri Qazax dilini bilmirdi. Son 10 ildə onlar o qədər irəli getdilər. Qazax dilinin lüğətləri və s. Hal-hazırda səhv eləmirəmsə 20-yə yaxın onların izahlı lüğət, 20 cildə yaxın izahlı lüğətləri var. Biz hələ 4 cilddə qalmışıq. Və o da PDF-i yoxdur. Götürüb kopyalamaq, istifadə etmək olmur. Çox sadə, skan eləyiblər. Skan eləyiblər, bəli. Və məsələn, Turalın oğlu Azərbaycan dilinin qrammatikasının yoxlanmağı ilə bağlı balaca bir proqram yazmaq istəyirdi. Ya da tutaq ki, süni intellektdən istifadə edəndə istəyirəm, hər yazdığımı yoxlasın, onu səhvlərini düzəltsin. Amma yoxdur ortada material. PDF formatına qoymayıblar. Üzr istəyirəm.
PDF formatına qoyulmayan izahlı lüğətdir. Sözün demək mətnin yazılışının doğruluğunu yoxlayan isə orfoqrafiya Doğrudur, lüğətidir. izahlı lüğət. Ona görə biz izahlı lüğətin olmaması bizi nədən məhrum eləyir? Yeni sözlərin izahının olmamasından. İzahlı lüğət burada bizi geri salır. Orfoqrafiya lüğətinə söz artırılır. O sözün mənası nədir? Çox adam bilmir. Çünki kim maraqlanır o bilir. Açırsan, ora baxırsan, bunu nə mənada veriblər və s. Bu məsələdə geri qalırıq. Orfoqrafiya lüğəti indi yenisi çıxacaq. Deyilənə görə süni intellektdən istifadə ediblər, yeni sözlər salıblar və s. O lüğətin əsasında o proqramı düzəltmək olar. İzahlı lüğətin əsasında onu eləmək vacib deyil ki, çox üzr istəyirəm, izahlı lüğətdəki sözlərin bir çoxlarının yazılışı orfoqrafiyadan fərqlənir. Çünki zaman keçdikcə sözlərin yazılışını dəyişirlər. Bu barədə danışsaq yaxşı olar. Onda bir belə yarı zarafat, yarı gerçək bir sual verim də. Bu orfoqrafiya lüğətinə söz əlavə olunur. İzahlı lüğətdə bunun izahı yoxdur. Bunu tərtib eləyənlə bunu tərtib eləyən küsüblər ki. Yox. Birbirlərini tanımırlar. Telefon nömrəsini bilmirlər ki. Qardaşım mən bura söz əlavə eləmişəm. Sən də bunun izahını yaz. Yəni burada nə belə bir problem var axı. Bu paralel getməlidir. İndi siz deyirsiniz bu əlavə olunmalıdır, artmalıdır. Bunu biz eləməli deyilik də. Biz vergimizi veririk ki, bu adamlar eləsinlər. Bu adamlar isə eləmirlər. Eləmək istəmirlər. Yəni deyəcəm, axot yoxdur. Nədir burada? Axot məsələsi belədir. Məşğul olan qurumun gücü buna çatmaq iqtidarında deyil. Məşğul olan qurum haradır? Dilçilik İnstitutunun üzr istəyirəm, lüğət şöbəsi. Yəni dilinə görə dirçəyi yoxdur. Bilirsiniz? Yox. Məsələ budur ki, bu həcmdə işin görülməsi üçün böyük bir komanda olmalıdır. Böyük təchizat olmalıdır, güclü təchizat. Burada IT mütəxəssisi olmalıdır. Burada müxtəlif qurumlarla əlaqə saxlayan insanlar, böyük ona uyğun təchizat, müasir enerjili, hər bir dildən anlayışı olan, həm də Azərbaycan dilini mükəmməl bilən gənc mütəxəssislər lazımdır və mənim düşüncəmi bilmək istəyirsinizsə, ayrıca bir qurum mu deyim, bununla məşğul olan və büdcəsi olan, bu 500-600 manat maaş alan 5 nəfərin işi deyil. Onlar boylarından hündür oppansalar belə bu işi görə bilməzlər. Onu biz necə dilin inkişafından danışa bilərik? Onu Tural həm də onda haqlıdır da. Məsələn, biz axı Azərbaycanda da istəyəndə bir şey olur. Baxın, fövqəladə hallarla bağlı məsələ. Az qala dünyada кейsləri biz veririk də, keysində Azərbaycanda misalları biz veririk də dünyada. Türkiyənin nümunələr. Cümhuriyyətin 100 ili keçib, biz onlara yanğın söndürməni az qala öyrədirik. Belə açıq realdan danışaq. Bizim Maykovu düzəltdik də son 2-3 ildə. Bəli, asan xidməti düzəltdik. Asan xidməti istəyəndə edə bilirik də. Mən o qədər əminəm ki, Azərbaycan dilində dillə bağlı prezident bir dənə sərt tapşırıq versə, bilsiz nə olacaq? Və mən də o anı gözləyirəm. 3 günə ensiklopediyalar yazılacaq. Mən də o anı gözləyirəm və çox ümid eləyirəm ki, prezidentimiz bu barədə gözəl bir qərar verəcək və ciddi tapşırıqlar verəcək ki, bu bir ilə hamısı həll olunsun. Fərman var, sərəncamlar var. Sanki gərək kiminsə üstünə qışqırsınlar. Yəni iclasda gərək qışqırılsın. Yox, bir bir məqam da var. Maddi baza və xüsusi qurum və xüsusi tapşırıq. Yəni başımızın üstündə adam olmalıdır. Yəni indi o Dilçilik İnstitutunu dindirsəz, onların da özlərinə görə əsasları var. Mən demirəm ki, orada oturublar, tənbəldilər və s. Onların da yenə də deyirəm 5 nəfərin işlədiyi və ailəsini saxlamaq üçün başqa yerlərdə dərs dediyi deyən adamlarla bu iş alınmayacaq. Bu adama o qədər maaş vermək lazımdır ki, bu bütün potensialını oturub buna sərf eləsin. Real vəziyyət budur. Və xüsusi bir, bilmirəm, sistem, qurum, nəsə olmalıdır. Bütün o dediklərimiz asan xidmət necə başa gəldi?
ayrıca hər şey ayırdılar, yer ayırdılar, bina ayırdılar və s. Və yenə də deyirəm, elə bir adamlar və ya adam qoyulmalıdır ki, işin başına. Bu işin tam mütəxəssisi olsun. Bu şəkildə. 11 il məktəbdə Azərbaycan dilində təhsil alan adamlar daha sonra niyə Azərbaycan dilində sərbəst yazmaqda problem yaşayırlar? Niyə Azərbaycan dilində danışanda sözlərin vurğularında və yaxud da başqa şeylərdə səhvlərə yol verirlər? Bunun diqqət tərəfini qoyuram qırağa. Onu öz danışığımla bağlı sizə başqa bir sualım olacaq. Problem nədədir? Həm də oxuyub anlamağı da qoyuram qırağa. O da biraz tamam başqa mövzu ola bilər. Problem kimdədir? Nazirliyin verdiyi proqramdadır, yoxsa müəllimlərdədir? Müəllim proqram üzrə işləyir və müəllimə deyilsə ki, proqramda c-ç səslərinin tələffüzü sizin boynunuzdadır, müəllim onu eləyəcək. Və burada müəllimin özünün yetişdirilməsindən də söhbət gedir. Müəllim özü c-ç danışırsa, deməli müəllimin özünün də orta məktəbində eyni problem olub. Deməli, orta məktəblərdə bu məsələni qoymaq lazımdır ki, bunun üzərində hal-hazırda bizim natiqlik təlimlərimizdə bu məsələ üzərində xüsusi çalışırıq. Və bunu düzəltmək istəyənlər çoxdur. Bəziləri hiss eləyirlər öz nitqlərində, bəziləri hiss eləmirlər. Bəziləri isə müdafiə eləyirlər ki, elə bu daha doğrudur. Mən bunu dəfələrlə demişəm, hər bir səsin tələffüzü zamanı bu səsi tələffüz edən orqanlar müvafiq vəziyyət alır. C-da dilin ucu qapanmış dişlərə söykənir. Dişlə təmas eləyir, alınır c. Dilin orta hissəsi üst damağa dəyəndə c alınır. Dilin arxa hissəsi damağa dəyəndə k alınır. Beləliklə, k ilə c-nın fərqini də tutanlar azdır. C-ç deyən həm də k əvəzinə ç deyir. O ç-nı tələffüz eləyə bilir, amma k-nın əvəzinə tələffüz eləyir. Yəni dilinə yəli eləyə bilmir də. Yəni bilmir ki, yanlışdadır. Hara qoyun bunu? Ona görə necə gəldi danışır. Deyəndə ki, bu belə olmalıdır. Daha anlayışla qəbul eləyən deyir ki, necə olmalıdır deyin bilim. Daha aqressiv olan deyir ki, sizdə də ç var da, niyə telefon deyirsiniz? İndi bu tendensiya çıxıb, bu dəbdədir. Deyirsiniz, bəs ç yoxdur, niyə telefon c yoxdur, niyə divan deyirsiniz? Bu başqa bir məsələdir. Ona görə deyilir ki, bu sözlər bizə rus dili vasitəsilə gəlib. Rus dilində incə saitin samiti incəltmək, yumşaltmaq kimi bir qaydası var. Ona görə də t-dan sonra i gələndə biz t deyirik, t deyirik və s. Və bu Azərbaycan dilinə də təsir edib. Bu ancaq tələffüzdə təsir edib. Qaydalarda öz əksini tapmayıb. Yəni bunu yazmırlar ki, belə tələffüz olunmalıdır. Amma rus dilinin vurğusuz onu a kimi tələffüz etmə qaydası Orfeope lüğətində, Orfeope qaydalarında öz əksini tapıb ki, bugün mən onu yanlış sayıram. Niyə? Bəli, biz Moskva sözünü o ilə yox, a ilə tələffüz edirik. Amma bugün rus dili vasitəsilə yox, birbaşa Avropa dillərindən dilimizə gəlmiş sözləri bizi nə məcbur eləyir ki, biz rus dili qaydası əsasında tələffüz eləyək. Texas sözü, bu Texasdır. Ruslar Texas deyirlər deyə bizə Texas deyirik. Tamamilə doğrudur. Bizim qaydaları, indi gələcəm o biri qaydaya, bu Mozart məsələsində yenə eyni halla üzləşirik. Onun a kimi tələffüzü. Rus dilində vurğusuz onun, vurğulu hecadan, üzr istəyirəm, vurğulu hecadan öncə vurğusuz onun a kimi tələffüzü qaydası var. Bu rus dilinə aid orfoepik qaydadır. Biz də bunu tətbiq edirik və soruşuram, niyə biz popcorna popcorn deməliyik? Niyə biz polisə polis deməliyik, oksigenə oksigen deməliyik? Məyər biz oksigen sözünü rus dilindən almışıq? Bu Oksigeni biz hardan almışıq? Oksigenden almışıq da, odur da bu. Yəni bu absurd bir qaydadır. Bildiyimə görə Dilçilik İnstitutunda da bunun əksinə çıxan insanlar var. Anam elə danışır. Rus dilli deyək. Rus dillilərdə olar. Gəlirəm, rus dilində C, Azərbaycanca
xüsusi isimlərdə S üzr istəyirəm, ümumi isimlərdə S ilə verilir, xüsusidə yerinə görə əvvəldə S, ortada axırda T, S. Və nümunə verir Mozart. Bəs Mozartın öz mənbəyi hara getdi? Mozart nə ilə yazılır? Mənbə dildə Z ilə yazılır. Xeyr ola deməli pizzanı çeviririk, pizza eləyə bilirik. Hərçənd İtalyan dilində Z yazılır, amma T oxunur. Mozartda isə rus dilinin qaydasını götürürük, onu T-sə yazırıq. Mozart. Bəyən Mozart rusdur. Nə olsun ki biz bunu rus dilindən götürmürük? Yəni hal-hazırda da nöqsanlı məqamlar çoxdur. Menü sözü yazır ki, U ilə yazılan sözlər, mənbə dildə U ilə yazılan sözlər bizdə Ü ilə verilir. Büro, paraşüt və s. hamısı kompüter, hamısını Ü ilə verir. Və yazır menü. Yox, üzr istəyirəm. Menünü bura salmır. Menü yazır. Eyni qaydadır da. Yəni menü kənarda qalmalıdır. Burada da bu məsələlər yəni var. Çox məsələlər var ki, orada Nələri düz demirik? Biz danışanda düz demirik, yoxsa düz yazmırıq. Baxın, bir məsələyə də yazıda toxunum, sonra düz demiriyə gedək. Düz demiriklə bağlı mənim ümumiyyətlə belə etirazlarım çoxdur. Çünki orfoepiya qaydalarından söhbət gedir. Zülm sözü. O qayda belədir. Mənbə dildə bir saytlə yazılanlar bizdə iki qrupa bölünür. 2 saytlə olanlar, 1 saytlə olanlar. Meyar verilmir. İsim, cisim, nəsil, fəsil, qədir, qəfil, zülm, yəni 2 ü ilə yazılır. Və həbs, nəbs, əmr, üzr və s. Meyar varmı? Yoxdur. Mən indi Səməd Vurğunun şeirindən sizə bir hissə oxumaq istəyirəm. Yadınızda olacaq Azərbaycan şeirindən, Afrikadan, Hindistandan qonaq gəlir bizə quşlar, zülm əlindən qurtulmuşlar. Zülm əlindən qurtulmuşlar. 8 heca. İndi zülmü eləyirik zülüm. O vaxt zülm idi, sonra oldu zülüm. Heca oldu mu 9. Kişinin oğlunun yazdığı şeiri niyə bu günə qoyuruq ki biz? Heca qırıldı. Ölən adamın şeirini dəyişmək düzgündür. Bax burada məsələn Üzeyir Hacıbəyovdur. Üzeyir Hacıbəyli eləyiblər. Hə, soyadını dəyişmək. Onu soruşmamışıq axı. Bəlkə Hacıbəyov eləmək istəyirdi. Of, bizim tarixi kimliyimizdə var. Bu barədə bir söz deyə bilməyəcəm. Üzeyir Hacıbəyli ölmüş adamın soyadını dəyişirlər. Mən pis olaram. Yəni təsəvvür edirəm ölmüşəm. Orada oturmuşam belə soyadımı da. Düşünmürəm ki, belə rəsmi şəkildə qərar qəbul olunub ki, bu belə yox, belə yazılsın. O müxtəlif mənbələrdə yəqin ki, yazarlar özləri milliləşdirmək istəyirlər. Ona görə müəlliflərin Amma burada bir şair baxsa Səməd Vurğunun şeirinə və deyəcək ki, şeiri korlamış oluruq da. Heca səhvim var, hə. Heca səhvim var. Bəli. Yəni belə deyəcəkdi. Və səbir sözünü səbir eləyəndə bunu düşünmək lazımdır ki, məsələn, məndən olsaydı, mən heç nə dəyişməzdim. Lap yanlış da olsa dəyişməzdim. Çünki yanlışlardan ibarət lüğətlər olur dillərdə. Qalata məşhur, Türkiyə türkçəsində var. Deyir ki, yanlışdır, amma belə qəbul olunub. Nəzərdə tutun ki, bu kökə, nə bilim, nəyəsə uyğun deyil. Qrammatik quruluşu yanlışdır. Amma belə qəbul olunub, belə də get. Biz də elə bir şey eləyə bilərik. Nə vacibdir, nə badə yox, məbadə. Təbaşir, tabaşir. Gah belə, gah elə. Bu insanları qıcıqlandırır və dilin qaydalarına riayət etməkdən imtina etməyə məcbur eləyir. Çünki deyir ki, əşi, gedin işinizlə məşğul olun, nə eləyək, yorulduq, hər dəqiqə nəsə dəyişirlər. Hər şeyə fikir verə bilməliyik. Ümumiyyətlə hər şeyə fikir verməliyik. Məsələn, o orfoepiya qaydalarına uyğun olaraq özümüzü elə aparmalıyıq. Misal üçün bir kitab çap edirlər, deyirlər ki, radio aparıcılar belə danışır, televiziya aparıcıları belə danışır. Televiziya məsələsinə qayıtmıram da. Turalın, Fatihin, Rəvanın efir obrazı var. Biz efirdə bir obrazı yaradırıq və canlandırırıq və bu zaman danışığımızda daha çevik olmaq üçün, daha diqqəti cəlb etmək üçün müəyyən kəlmələrdən istifadə edirik. Məsələn, mənə daha çox irad bildirilir ki, sən niyə okey istifadə edirsən? Axı mən təkcə okey istifadə etmirəm. Axı deyirəm ki, anladım, yaxşı, okey və belə-belə onu dilimi belə çevirirəm ki, monoton və maraqsız
olmasın. Çünki mən qanundan danışıram. Qanun özü çətin və dolayı belə cümlələrdən ibarətdir. Heç kim heç nə başa düşmür. Sən onu Azərbaycan dilindən Azərbaycan dilinə tərcümə eləyirsən. Bəli, Amma mən bəli. bunu o cür desəm, buna heç kim qulaq asmayacaq. Mən axı onun kimi danışmalıyım. O başa düşmə. Biz işimiz də budur da, maarifləndirmək, bilgi paylaşmaq. Fatih və ya Rəvanda Bakı ləhcəsində danışır. Nə ləhcəsindən danışsın? Yəni hansısa bir qayda mı var? Bu Sovet dövründə belə idi. Çünki orada aparıcı propagandanın bir hissəsi idi. İndi aparıcı öz fikri olan bir adamdır. O öz fikrini bölüşür. Bu adam öz məişətini danışmır axı. Bu danışdığı məsələ sizdən biriyəm siqnalı vermək üçündür. Biz o bütün o qaydaların hamısına əməl eləsək, belə doğrudanmı dilimiz olacaq belə ən yaxşı dillərdən biri? Mən düşünürəm ki, burada orta həddi tutmaq lazımdır. Məsələn, filmlər var. İTV-nin çəkdiyi çox gözəl filmlər var. Orada okey filan bəzi o arada işlənən sözlər, bunu da eləsə bir də səhifə var idi, o yapışqan əvəzinə kley dedi. Mən ona yazdım ki, yapışqan var da dilimizdə. Yazdı ki, mən xalqa yaxın bir dildə danışmaq istədiyim üçün onların anladığı dildən. Bu tendensiyanı tutaraq getsək, dili biraz da özümüz bayaqdan deyirdik ki, filan vaxtı dil anlaşılmırdı, filan vaxtı belə. Yəni xalqın səviyyəsinə dili uyğunlaşdırsaq, hal-hazırda blogerlərin sayəsində bir çox o Səndən danışır. Yox, bloger deyəndə, mən də əslində bloger sayılıram da. Bloger deyəndə o cıyıldaya bu nə bilim səviyyəsiz nitq ortalığa qoyanların sayı axı bizlərdən qat-qat çoxdur, gəlin etiraf eləyək və gənclər onların arxasınca gedir. Nə məni o sayda dinləyib 1 milyon mənim bu bəyənməm yoxdur ki, onların arxasınca gedirlər və bizə əşi deyib keçirlər və təbliğat aparatını onlar işlədir. Ona görə biz əgər o səviyyəyə uyğunlaşdırsaq dili, birazdan onun içində itə bilərik. Ona görə orta həddi tutmalıyıq. Biraz bəli, tam ədəbi dildə danışmalıdır kim? Danışmalıdır aparıcı, xəbərlər aparan, ciddi verilişləri aparan, amma sizinki kimi müxtəlif insanlarla ünsiyyətə girirsiniz, siz tam quru-quru danışdınız, o insan sizlə davam eləməyəcək. Heç bir əlaqəyə girməyəcək, o Tamamilə danışmayacaq. doğrudur. Ona görə okeyi əslində ləğv eləyib çıxardıblar siyahıdan, bilirsiniz də. Bəxtimiz gətirdi. İşlədilməməli olan sözlər siyahısındadır. Audiovizual şura olan vaxtı indi təzə ad qoyublar. Bir siyahı göndərib bütün TV-lərə və radiolara ki, bu sözləri istifadə etməyin. Mən tapıb göndərərəm sizə. Bir dənə şey, üzr istəyirəm, onsuz da belə də vaxtımız da bitir. Orfoepiyadan bir-iki kəlmə deyərik. İndi bu müəyyən sözlər var da, onu götürürlər, tərcümə edirlər. Məsələn, uzun illər biz svetofor deyirik. Birdən-birə gəlir ki, bu işıqfordur. Bunun for hissəsini onda niyə tərcümə eləmirsiniz? Ay, sağ olun. Və ya televizoru göstərən zor demirsən axı. Radionu tərcümə eləmirsən axı. Elə sözlər var ki, bu svet sözü Yunan mənşəli sözdür. Bunun Rusa ümumiyyətlə aidiyyatı yoxdur. Sveta deyil də. Hə, və for sözü də Yunan sözüdür də. İşığın yayılması və bu parlaması ilə bağlı olan bir məsələdir də. Mayakı axı biz tərcümə eləmirik. Mayak da bizə gəlmədi də. Bu svetofor, iş barəsində ki, Azərbaycan dilində izahlı lüğətdə svetofor sözüdür, işıqfordur. Azərbaycan Respublikası yol hərəkəti haqqında qanunudur. Svetofordur. Bunu nə belə Anlaşılmazlıqlar çoxdur. Amma məndən soruşursunuzsa, mən svetoforu da, işıqforu da ləğv eləyərdim. Nə götürərdim? İşıqlar. Göstələr. qarışmayacaq anlayışlar. Yox.
Yəni nəyin işığı? Kontekst var da, işıqlar. Məsələn, Türkiyə türkçəsində Onlar işıqlar trafik işığı deyirlər. deyirlər. Trafik işığı çox vaxt istifadə olunmur da. Onlar ədəbi dildə deyirlər. Yol işığı deyə bilərik. İşıqlar deyəndə o işte işıqlardan sola dönüşkün heç kim də heç kimlə toqquşmur. Sonra daha hansı mövzu çiskinlə bağlı balaca bir hekayədən bir hissəni oxumaq istəyərdim. Birazdan oxuyaram. Necə danışmalıyıq? Orfeopiya qaydalarına uyğun danışmalıyıqmı? Məncə faiz nisbətini götürsək 40-ın 60-a. 60% Orfeopiya qaydaları dilimizi bərbad vəziyyətə salacaq. Nümunə deyirəm. Bu barədə çox demişəm, çünki o anı dedim. Y bitişdirici samitinin saitlə bitən sözlərə artırıldığı məqamda sözün son saitdən öncəki son saiti ondan əvvəl gələn saitin qapalı variantı ilə tələffüz olunmalıdır. Biraz uzun çıxdı, açıqlayıram. Məsələn, kölgə sözünün tələffüzü sizcə necə olmalıdır? Kölgüyə. Kölgə sözünə yönlük hal şəkilçisi artırsaq, yəni y bitişdirici samitinin köməyi ilə kölgüyə, atıya, anıya, bunlar dərd yarıdır. Getdik nahiyə sözünə. Nahiyə sözünü yönlük hala qoyanda nahiyə. Ora sözünü yönlük hala qoyanda, yönlük halda işlədəndə oruya olmalıdır bu tələffüzə görə. Pəltək kimi. Mən bir dəfə bu barədə açıqlama verdim. Dedim ki, dilimiz lorulaşır. Bunu əgər tətbiq eləsək və qərb qrupu dialektlərini xatırladır. Nə qədər yazdılar, sizin qərb qrupu dialektləri ilə nə işiniz var? Bu xanım ümumiyyətlə dialektlərlə arası yoxdur və s. və ilaxır. Yəni biraz dinləyicimiz çox da sevmir. Amma danışıq dili və ədəbi dil fərqli anlayışlardır. Sizin radio verilişi aparanda siz danışıq dilində danışırsınız. Danışıq dilində bəli, qadan olmuş sözləri işlətməmək şərti ilə, amma yüngülvari canlılıq yaratmaq üçün onu etməlisiniz. Amma ədəbi dil bütün normalara Mən bədii qiraətlə məşğul deyiləmsə, bu iradı mənə bildirmədi. Tamamilə haqlısınız. Ona görə o canlılığı yaratmaq lazımdır. İndi dilimizin zənginliyi ilə bağlı balaca bir İsmail Şıxlıdan bir neçə cümlədir. Onu oxumaq istəyərdim. Bircə dəqiqə. Hekayənin adı Çiskindir. O, dirsəkliyi sürtülmüş kreslonu pəncərənin qabağına çəkdi. Padlakotnik, dirsəklik. 50-ci illərdə yazılıb. Heç kim istifadə eləmir. Sonra deyirik, dilimiz zəngin deyil. Davam eləyirəm. Gözünü pəncərəyə zillədi. Çisələyirdi. Çisələmək nədir? Marasit. Xırda un kimi tökülür. Çisələmək. Bunu heç kim istifadə eləmir. Səkilərin yaxası boyu cərgələnən ağacların yarpaqlarını narın damlalar döyəcləyirdi. Onların yeknəsək tappıltısı qarşıdakı bağçanın xəzəl xışıltılarına qarışıb otağa dolurdu. İçərini nəm yarpaqların rütubəti bürüyürdü. Qoca gözünü pəncərə şüşələrinə qonmuş çisəkdən çəkmirdi. Çisək həmən o çisələməyin ismi formasıdır. O, narın su zərrələrinin birləşərək gilələndiyini və bu damlaların süzülüb şüşədə zolaq-zolaq izlər buraxdığını müşahidə etməkdən son vaxtlar doymurdu. Mən İsmail Şıxlı, Abdullah Şaiqin Kök əsəri, onları oxuyanda o tərkibli cümlələrin nə qədər gözəl olduğunu dərk eləyirəm və bugünkü nə gənclərin, nə də orta nəslin dilində buna tez-tez rast gəlmədiyimə çox məyus oluram. Son sualı verim. Buyur. Mən anam dindar olub, mən 1-ci sinifə gedəndə məni ərəb və fars dilinin təmayüllü inşaatçılar metrosunun yanında 1-ci sinifdə ora mən məktəbə getmişəm, ərəb və fars dilində. Daha sonra 6 il Türkiyə türkçəsində təhsil almışam. Azərbaycan dili, coğrafiyası, tarixi ilə bağlı biz o qədər də məşğul olmurduq. Özünə gizli özünə zad öyrənirdik. Daha sonra 4 il Xəzər Universitetində Amerikan ingilis
dilində, daha sonra da 2 il British English, ingiliscəsi ilə belə deyək, öyrənmişəm. Azərbaycan dilində danışmağa, yazı yazmağa diqqət edirəm. Bu hekayəni copy-paste eləyərəm, yapışdırıb çoxaldaram. Azərbaycanda yaşayan rus dillilər hansı ki Azərbaycan dilində təmiz danışmağa və yazmağa çalışırlar. Bunun fonunda Azərbaycanda səhifələr var. Azərbaycan dilinə qayğı səhifələri. Azərbaycan dilinə qayğı ilə bağlı profillər də var. Mən bir fikri tənqid etməkdən danışmıram. Toğrul bir fikir bildirdi ki, Azərbaycan dilində söz bilmirəm nədir. Siz fikri tənqid etdiniz. Amma digər tərəfdən mənim baş verməyib, amma söhbətgahda yazanda bizim hansısa koordinator orada bir hərf səhv olanda, hansısa bir şirkətdə olanda ya da o rus dilli ya da mənim hekayəmi bölüşən insanlar bir balaca yazı səhv eləyəndə başqa səhifələr onu belə paylaşıb utandırırlar. Azərbaycan dilini utandıraraq düzəldəcəyik biz. Qətiyyən yox. Mən hər zaman deyirəm ki, cəza üzərindən yox, təbliğat və sevgi üzərindən hərəkət etmək lazımdır. Biz dili sevdirməliyik. Dil necə sevilir? O dildə gözəl danışanların sayəsində. Səni dinləyən deməlidir ki, bu nə gözəl səslənir. Və mən də belə danışım. Nümunə olmaq lazımdır. Nümunə olanların sayının artması, onların göz qabağında olması, söhbət ayrı-ayrı səhifələrdən getmir, söhbət TV-lərdən gedir. Orada hansısa müğənninin həyat tərzini təbliğ eləməkdənsə, dilin gözəl səslənməsi ilə bağlı çox müasir tərzdə olan verilişlər, müasir tərz, gənclərin diqqətini cəlb edə biləcək verilişlər. Yəni bunun yolları var. İndi bunu xırdalamağa ehtiyac yoxdur. Və təbliğat, yenə də təbliğat. Gənc hara baxsa öz dilinin təbliğatını görməlidir. Hal-hazırda Azərbaycanda yaşayan gənclər dillərinin qədrini xaricdə yaşayan azərbaycanlılar qədər bilmirlər. Xaricdə yaşayan azərbaycanlılar öz dillərini öyrənməyə daha çox meyillidirlər. Niyə? Çünki onlara o sual verilir. Rus dilli gedir xaricə, orada deyirlər, hərənin öz icması var və ondan soruşurlar, siz niyə Azərbaycanca danışmırsınız, Rusca danışırsınız? Onlar bundan utanırlar. Bizimkilərə hələ o sualı verən olmayıb. Ona görə onlar öz dillərində danışmaq üstünlüyünü, mən həmişə deyirəm, burada Azərbaycanlı yazılıb, bu qanı dəyişə bilməzsən, bu geni dəyişə bilməzsən. Dünyanın hansı nöqtəsinə gedirsənsə get, sən Azərbaycan ruhunu, genini, fizioloji əzələsini, qanını özündə daşıyırsan və dili bilmək məcburiyyətindəsən. Bilmirsənsə, bu insanın nöqsanıdır. Siz çox gözəl danışırsınız Azərbaycan dilində və buna özünüz nail olmusunuz. Niyə də başqası bunu eləməsin? Bu tərəfi üstün tutmaq və vurğulamaq lazımdır. Nümunə, bu da gözəl nümunə. Və bu nümunələri məncə çoxaltmaq lazımdır ki, hər kəs əlində şəraiti olmasa belə dilini öyrənə bilsin, öyrənsin, öyrənmək istəsin. Əsas olan budur. Təşəkkür edirik Çox sağ olun ki, gəldiniz. Çox Mən maraqlı idi. təşəkkür edirəm. Çox sağ Azərsun'a da olun. təşəkkür edirik ki, belə bir fürsəti yaradıb ki, biz bu mövzulardan söhbət eləyək. Və bu təbliğatın həm də bu bilgi bölüşməsinin yanında olaq. Siz də bu işlə məşğulsunuz, siz də yorulmayasınız, işləriniz doğrular. Çox sağ olun. Təşəkkür edirəm ki, bir daha bu mövzu haqqında danışmağa mənə imkan yaratdınız. Çox sağ olun gəldiyiniz üçün. Sağ olun. Təşəkkürlər. Sağ olun. Qismət olsa.